Əziz izləyicilər, 27 iyul üçün günün astroloji proqnozuna xoş gəlmisiniz. Görək bugün ulduzlar sizin üçün hansı sürprizləri hazırlayıb. Qoç. Əziz qoçlar, bugün sanki içinizdə bir vulkan oyanır. Həftənin yorğunluğunu kənara atıb, özünüzü tamamilə yeni planlara həsr etmək istəyəcəksiniz. Səhər saatlarında alacağınız kiçik bir xəbər üzünüzdə böyük bir təbəssüm yaradacaq. Gündəlik qayğılardan uzaqlaşmaq üçün əla fürsətdir, elə deyilmi? Öz gücünüzə inanın, çünki bugünkü enerjiniz ətrafınızdakı hər kəsə dərhal sirayət edəcək. Şəxsi münasibətlərdə isə biraz daha anlayışlı olmağınız məsləhətdir. Bəzən o hər zamanki tələskənliyiniz sizi çətin vəziyyətə sala bilər. Odur ki, qərar verərkən biraz dərindən nəfəs alın və axışına buraxın. Günün sonunda özünüzü rahatlatmaq üçün sevdiyiniz bir musiqini dinləyib, bir stəkan çay eşliyində istirahət edə bilərsiniz. Hər şey sizin öz əlinizdədir. Buğa. Dəyərli buğalar, rahatlığın və hüzurun dadını çıxarmaq üçün bugün məhz sizin gününüzdür. Maddi məsələlərdə üzünüzü güldürəcək çox müsbət inkişaflar ola bilər. Uzun müddətdir beyninizi məşğul edən, həllini gözləyən bir problem, nəhayət ki, öz-özünə yoluna düşəcək. İş həyatınızda atdığınız o təmkinli addımlar bugün öz meyvəsini verməyə başlayır. Ancaq yalnız işləmək olmaz axı, biraz da özünüzə vaxt ayırın. Yaxınlarınızla keçirəcəyiniz keyfiyyətli zaman sizə bütün həftənin stresini unutduracaq. Qəlbinizin səsini dinləyin, kimsənin sizin o daxili sakitliyinizi pozmasına əsla icazə verməyin. Axşam saatlarında ləzzətli bir şam yeməyi ilə özünüzü mütləq mükafatlandırın. Siz buna doğrudan da layiqsiniz. Əkizlər. Sevgili əkizlər, yerinizdə dura bilməyəcəyiniz o hərəkətli və ünsiyyət dolu günə hazır olun. Bugün telefonunuz az qala heç susmayacaq və gələn mesajlar və zənglər sizi əsl xəbər mərkəzinə çevirəcək. Dostlarınızla yeni planlar qurmaq, fərqli ideyalar ətrafında fikir mübadiləsi aparmaq üçün çox əlverişli bir zamandır. Bəzən fikirləriniz o qədər sürətlə dəyişir ki, ətrafdakılar sizə yetişməkdə doğrudan da çətinlik çəkir. Lakin bugün o şirin diliniz və zəkanızla yenə hər kəsi heyran qoymağı bacaracaqsınız. Gözlənilməz görüşlər və təsadüfi tanışlıqlar həyatınıza yeni bir rəng qata bilər. Söhbətlər zamanı detallara biraz diqqət yetirin, heç gözləmədiyiniz anda aradan çox önəmli bir ipucu çıxa bilər. Xərçəng. Həssas xərçənglər, bugün duyğularınızın səsini hər zamankından daha aydın, daha gür eşidəcəksiniz. Ailənizə, sevdiklərinizə olan bağlılığınız bugün tamamilə ön plana çıxır. Bəlkə də evinizin o isti və güvənli ab-havasından ümumiyyətlə çölə addım atmaq istəməyəcəksiniz. Ürəyinizi sıxan köhnə bir məsələ yenidən gündəmə gələ bilər, amma heç narahat olmayın. Sevgi ilə yanaşdıqda ən düyünlü problemlərin belə yağ kimi açıldığının şahidi olacaqsınız. Əgər ürəyinizdən kiməsə dəstək olmaq keçirsə, heç düşünmədən o addımı atın. Çünki sizin o şəfqətli, isti enerjinizi hazırda kiminsə çox ehtiyacı var, axşama doğru biraz keçmiş xatirələrə dalmaq isə sizə hüzur və rahatlıq gətirəcək. Şir. Qürurlu şirlər, səhnə tamamilə sizin üçündür, parıldamağa hazırsınızmı? Bugün özünüzə inamınız sanki zirvələrə çatır və girdiyiniz hər mühitdə bütün diqqətləri üzərinizə çəkməyi ustalıqla bacarırsınız. Yaradıcılıq tələb edən işlərdə ağlınıza elə parlaq, elə fərqli ideyalar gələcək ki, ətrafınızdakılar sadəcə heyranlıqla sizi izləyəcək. Liderlik xüsusiyyətlərinizdən istifadə edərək ən çətin işləri belə asanlıqla öz axarına sala bilərsiniz. Ancaq kiçik bir məsləhət, gücünüzü göstərərkən təkəbbürə qapılmamağa, o sevgi dolu, isti qəlbinizi insanlara nümayiş etdirməyə çalışın. Kiminsə bugün sizdən kömək və ya məsləhət istəməsi an məsələsidir. Günün dadını tamamilə çıxarın və o məşhur, içdən gələn təbəssümünüzü heç vaxt üzünüzdən əskik etməyin. Qız. Zəhmətkeş və diqqətli qızlar, bugün hər şeyi yoluna qoymaq, həyatınızı qaydasına salmaq üçün sözün əsl mənasında qollarınızı çırmayacağınız bir gündür. Beyninizdə uçuşan o pərakəndə planları nəhayət ki, bir araya gətirib nizamlayacaqsınız. İş mühitində sizin xırdaçıl və mükəmməliyyətçi təbiətiniz çox böyük bir işə yarayacaq. Bəlkə də ətrafınızdakıların gözündən qaçan kiçik bir detalı tutaraq ciddi bir səhvin qarşısını alacaqsınız.
Amma unutmayın, hər şeyin tam qüsursuz olmasına çalışmaq sizi sadəcə lüzumsuz yerə yora bilər. Bəzən hadisələri biraz da öz axarına buraxmağı öyrənmək lazımdır. Həyatın təkcə vəzifələrdən və yorucu işlərdən ibarət olmadığını gün ərzində özünüzə tez-tez xatırladın. Tərəzi. Zərif və incə ruhlu tərəzilər, bugün həyatınızda əsl bir uyğunluq və harmoniya axtarışındasınız. İkili münasibətlərdə hər hansı bir narazılıq, inciklik varsa, o şirin diliniz və diplomatik bacarığınız sayəsində bütün buzları rahatlıqla əridə biləcəksiniz. Tərəddüdlərinizi bir kənara qoyub, nəhayət o dəqiq qərarı vermək vaxtıdır. İnanın ki, içsəniz sizə ən doğru yolu onsuz da pıçıldayacaq. Gözəlliyə və estetikaya olan güclü marağınız bugün sizi alış-verişə həvəsləndirə bilər. Ancaq büdcənizi çox da göz ardı etməyin ki, sonradan peşman olmayasınız. Günün sonunda sevgi həyatınızda olduqca romantik və ürəkaçan bir sürprizlə qarşılaşa bilərsiniz. Sərhədləri qaldırın və o anın sehrinə özünüzü buraxın. Əqrəb. Dərin və sirli əqrəblər, 27 iyulda intuisiyalarınız az qala sizinlə dildə ağızda danışacaq. Bugün sadəcə hadisələrin səthində olanla kifayətlənməyib, dərinliklərdə gizlənən o həqiqətləri mütləq tapıb çıxarmaq istəyəcəksiniz. İnsanların gerçək niyyətlərini bircə baxışdan oxumaq gücünüz bugün hər zamankindən qat-qat itidir. Şəxsi həyatınızda bəzi köklü dəyişikliklər etmək istəyi daxilinizdə baş qaldıra bilər. Ancaq unutmayın ki, bəzən şübhələri bir kənara atıb insanlara sadəcə güvənmək lazımdır. Mühüm bir maliyyə və ya iş məsələsi tamamilə sizin xeyrinizə həllini tapacaq. Sadəcə olaraq gün ərzində kiçik qısqanclıqlara, gərəksiz gərginliklərə heç imkan verməyin. Öz iç dünyanızla baş-başa qalmaq sizə tamam yeni bir güc verəcək. Oxatan. Macerapərəst oxatanlar, ulduzlar bugün içinizdəki o sərhəd tanımayan azadlıq eşqini tam alovlandırır. Gündəlik yeknəsək rutindən o qədər sıxılmısınız ki, yeni yerlər kəşf etmək, tamam fərqli insanlarla tanış olmaq üçün az qala can atırsınız. Uzun müddətli xəyallarınızı gerçəkləşdirmək istiqamətində bugün qəfil bir şans qapınızı döyə bilər. Sizin o bitib tükənməyən pozitivliyiniz ən çətin anlarda belə hər kəsə böyük bir ümid işığı olacaq. Lakin xırda bir xəbərdarlıq, o məşhur açıq sözlülüyünüz bəzən istəmədən də olsa ifrata vara bilər. Kiminsə qəlbini bilmədən qırmamaq üçün sözlərinizi seçərkən bir qədər ehtiyatlı davranmağınız məsləhətdir. Siz onsuz da gülüşün ən çox yaraşdığı insanlardansınız, bol-bol gülümsəyin. Oğlaq. Ciddi və məqsədyönlü oğlaqlar, bugün yenə də hər şey sizin o dəmir iradənizin və nəzarətinizin altında olmalıdır, elə deyilmi? Karyera və gələcək planlarınızla bağlı olduqca önəmli fürsətlər yaxalaya bilərsiniz. Həmişəki çalışqanlığınız rəhbərlik tərəfindən çox yüksək təqdir olunacaq, bəlkə də uzun zamandır o həyəcanla gözlədiyiniz xoş xəbəri eşidəcəksiniz. Atdığınız hər addımı yüz ölçüb bir biçməyiniz sizi böyük xətalardan qoruyur, bəli. Amma bəzən gələcəyi düşünərkən anı yaşamağı tamamilə unudursunuz. Həyatı bu qədər də ciddiyə almayın. Günün ikinci yarısında yükünüzü biraz kənara qoyub, ailənizə və sevdiklərinizə zaman ayırın. Maliyyə məsələlərindəki o mövcud sabitlik onsuz da sizə tam bir güvən verir. Dolça. Azad ruhlu və yenilikçi dolçalar, bugün qeyri-adi fikirlərinizlə hər kəsi təəccübləndirməyə tam hazır olun. Bugün yaradıcılığınızın sərhəd tanımadığı, çox fərqli və ilhamla dolu bir gündür. Dost mühitində irəli sürdüyünüz o fərqli ideyalar çox böyük səs-küy yaradacaq. Gələcəyə dair ümidləriniz və geniş vizyonunuz sizi ard-arda cəsur addımlar atmağa həvəsləndirir. Ancaq bəzən qrupun lap mərkəzində olsanız belə özünüzü nədənsə uzaqlaşmış, yadlaşmış hiss edə bilərsiniz. Belə anlarda emosiyalarınızı boğmaq əvəzinə ən yaxın sirdaşınızla bölüşməyi sınayın. Kütlədən fərqlənmək onsuz da sizin fitrətinizdə var və bu sizin ən böyük silahınızdır. Günün gərginliyini axşam sevdiyiniz bir hobbiyə mütləq zaman ayıraraq atın. Balıq. Xəyalpərəst və sevgi dolu balıqlar, bugün sanki sevincdən ayaqlarınız yerdən kəsiləcək. Hissləriniz get-gedə çox dərinləşir və ətrafdakı insanlara qarşı olan o güclü empatiyanız hər zamankindən daha aydın şəkildə özünü göstərir. Yuxularınız, o dərin iç səsiniz bugün sizə çox mühüm mesajlar verə bilər, onlara diqqət kəsilin.
Yaradıcılıq, musiqi və ya incəsənətlə məşğul olmaq üçün sadəcə ideal bir zamandır. Bəzən sərt reallıqlardan qaçıb, öz o kiçik və rəngarəng dünyanıza sığınmaq istəyəcəksiniz. Təbii ki, buna tam haqqınız çatır. Lakin gündəlik vacib işləri də tamamilə boşlamamağa çalışın. Sevgi həyatınızda son dərəcə romantik meh əsəcək, qəlbinizdəki o saf və təmiz sevgini daima qoruyun. Ulduzların bu günlük sizə söyləyəcəkləri bu qədər idi. Sabah yenidən görüşmək ümidi ilə özünüzə çox yaxşı baxın.